Salam millət. Deməli mən dünən bir video paylaşmışdım. Bizim qazimiz Bəşirov Rüfətlə bağlı. Halbuki o ata həyətində, ata evində doğulu boya boş satdığı ev həyətdə tikinti aparır. Yəni ev tikir. Deməli o evin tikilməsinə maneçilik törətməyə çalışan kəndin uçaskovisi, üzdən tanımıram, adını eşitmişəm, Fuad adlı şəxs. Deməli Fuad və köməkçisini də götürüb, verib onu qabağa istəmək istəyirmiş. Aynən xox gəlib, cərimə eləyəcəm, falan eləyəcəm. Bilmirəm hansı səlahiyyətlə, hansı şeylə. Mən operativ məlumat bilən kimi operativ əlaqəyə çıxdım, əlaqələrə çıxdım. Gördüm mənim əlaqə çıxdığım adamlara da hörmətsizlik elədi. Başladı hegemonluq eləmə. Bir gənc polisimizi verib qabağa ondan istifadə eləməyə çalışdı. Amma alınmadı. Mən dərhal iki nəfərlə əlaqə çıxdım. Gördüm məni eşitmək istəmirlər. Dedim problem deyil. Əvvəl necə eləmişik, hansı təcrübə ilə, həmin təcrübə davam eləyəcək. Deməli mən dərhal çıxdım ictimaiyyət qarşısına, YouTube'da paylaşım elədim ki, bəs sən ay Uçaskova, ay rəis, nə bilim, ay şöbə gedib Kərəm Həsənova tikintisinə dayandıra bilərsən, deyə bilərsən. Burada tikmə, bunu eləmə, aynən İlham Əliyevin tikintisini dayandıra bilərsən. Yox, ay Emin Ağalarov və yaxud da Kamran Kamiloğlu'na və bir qəzəblə, əsəblə, çünki mən əsəblərimi toplaya bilmədim. Həmin o qazimiz bugünkü gündə Rusiyada fəaliyyətçiliyi ilə hamı ona kömək edir, ev tikir. Eləcə də hörmətli nazirimiz də dəstək olub. Daxillər nazirimiz şəxsən xüsusi vasitələrlə dəstək olub evin qırışlasına falan. Deməli, buna baxmayaraq mən adamlara məlumat verdim ki, o imtiyazlı evdir, imtiyazlı ailədir, o adamları narahat eləməyin. Əslində kömək eləyin. Həmin Uçaskov mənim sözümə məhəl qoymadı, dirədi. Mən də avtomatik operativ bir dənə kadr çəkdim, paylaşdım. Səhər-səhəri telefon dayanmır və mənlə əlaqə çıxdılar. Bizim hörmətli nazirin əməkdaşları rayon polis şöbəsindən, eləcə də Göytəpə şəhər polis şöbəsindən. Mən də olan sözün yerə vurmadım, amma şərti bu idi ki, gedib qazimizin anasından üzr istəməlidirlər. Bu günlərdə gediblər, qazimizin anasından üzr istəyiblər, üzrxahlıq eləyiblər, səhvlərini etiraf eləyiblər. Mən də borc bildim ki, bunu ictimaiyyətlə bölüşüm. Təbii ki, hörmətli nazirə də təşəkkür edirəm ki, dərhal operativliyi göstərib, tapşırığı verib ki, vəzifələrindən sui istifadə eləməsin. Amma bu məsələ bitməyəcək.